Hər vaxtınız xeyir olsun, gününüz xeyirli, uğurlu olsun inşallah. Bütün izləyicilərimi salamlayıram. Vloqa günün hansı saatda baxırsınızsa, o saatınız xeyirli olsun bilsinizlə. Belə, bugün biraz gecə oyanmışam. Dünən gecə saat neçə kimi evdə dəyişiklik eləməyin nəticələridir qızlar hamısı. Güclə oyanmışam da, yəni. Bilmirəm, görək bağçada Mustafa var. Mustafa ilə rayondadır, balam deyəsən. Çətdədir, görək. Gedək, bu xuştuqanı çox bəyənirəm. Prosto bir dənə bir şey var ki, boğazı çox açıqdır. Gəl, boğazı açıqdır. Kim? Gəl. Ana, bir geldi. Murad. Bağçamıza gəldik. Salam müəllimə. Ürəyə partlayır. Sağ ol, yaxşı olasın. Donub. Mustafa'nın həsrətindən day bitər oldu. Ha, sevir də. Mənim qızlar, yoldaşım biraz nasas kimidir, grip fasondur da, elə deyim. Depavit aldım həm özümə, ona gripot aldım. Depavit də özümə aldım. Gedəcəm qızlar, inşallah şeydir. Adı nədir? Əlavə eləyəcəm yoğurda, içəcəm bugün bunu. Qəşəng bir toparlanaq, bir özümüzə gələk. D vitamini həftədə bir dəfə də, elə bir hər həftə bir dənəsini içirsən, belə polunu töküb yoğurda. Elə bir 4 dənəsini içib, 2 həftə ara verib yenə 4 dənə belə içməyə lazımdır. Ümumiyyətlə pəhriz dövründə çox xeyirlidir. Bu arada 10.000 yürüyüşümü tamamladım. Gəldim bura. Bu nə maraq oldu? Bu nə meyvəsidir belə o? Yaman çox görürəm ha bu meyvəni axır vaxtlar. Bura Ploşad tərəfdəki meyvə dükanıdır. 2.50, 1.50. Göyərtilər. Göyərti, turp. Qəşəng şeylər var. Baxın, bu maldiri meyvəsidir. Kilosu 8 manatdır. Mən qaynatam üçün biraz götürdüm. Hə? Elin 4, hə? Qaynatamın dünən biraz şəkəri yüksək çıxıb, onun üçün götürdüm. Gündə deyil bir dənəsi. Az qarnına, hə? Gündə bir dənəsini yemək. Buyurun. Aha, sağ ol. Bu meyvə. Belə. Gəldim Rahat marketə. Bu Ploşad tərəfdəki Rahat marketdir. Burada nə gördüm qızlar? Axtardım. Gör mən pəhrizdəyim də. Bir dənəsini götürüm də nə olacaq ki? Hə. Bunları çox sevirəm. Ümumiyyətlə çox dadlıdır da qızlar. Bu çox qəşəng. Yoxlamamışsınızsa yoxlayın. Qurabiyə sevirsinizsə, mən qurabiyə tipli çox sevirəm bunu. Bax bu qəşəngdir. Sonra görüm nəsə bəyənsəm göstərim sizə. Bunlar bu çeşiddə qəşəngdir. Mən bu çeşidini də sevirəm. Bu kofenin yanına çox qəşəngdir. Kofe ilə içməyə. Bax bunu da sevirəm. Bu da qəşəngdir. Alyonka. Beker House-un ümumiyyətlə məhsullarının hamısını sevirəm qızlar. Deyim məsələn bax bu var ha, bu qəhvə. Bu da qəşəngdir. Görək buralarda nə var? Göstərim sizin üçün. Qurabiyələrdən xoşum gəlir. Bu görək nə qurabiyə var təzə. Kilola bəlkə nəsə bir şey tapdım uşaqlara görə. Sadə. Bunlar da qəşəngdir bax. Slobnaya. Baxa. Tutqul filan. Rasimin ən sevdiyi budur. Bunu elə yeyir, elə sevir. Baxaq görək. Birdən bunu gördüm, bunu götürürəm. Sonra görək nə var, konfetlərdən filan. Bəyəndiyim şeyləri paylaşanda baxıram qızların xoşuna gəlir. Ledidin, oyda Ledidinin bir vaxtları vardı. Necə sevirdim bunu, konfeti. Bu. İnanam.
Allah maşallah maşallah Allah elə bir gözünüzə toxluq verir qızlar. Əvvəlki kimi hər şeyi sevmirik. Seçə bilmirik. Məsələn, mən konfet almağa gələndə zülm çəkirəm. Ən rahat Sumqayıtdan konfet alıram ümumiyyətlə. Sumqayıtda daha rahatdır konfet almaq, çeşid çoxdur. Budur belə. For your beauty. Geçir şeyler var, plikalar falan. Kiprik kaldıran. Pinset falan. Maraqlıdır. Stand. Liflər. Aslında qəşəng lif axtarıram. Üstdən görək sonra burada nə var? Təmizlik vasitələri 6.25. O bu 5.50-dir. Bunu da qaldırıblar o qiymətli bu ABC-nin. Bingoların qoxusu xoşuma gəlir. ABC də qəşəngdir. Mən ABC istifadə edirəm hal-hazırda. Stəkanlar, plastikdir. Su da alaram. Su alanda belə qabla alanda da butulka ilə mənə içmək daha rahat olur. Tez qutarır elə bilirəm. Göz gəzdirəm. Baxın qızlar, bu nəmləndiriciləri deyirəm. Baxın, burada görün neçə dənə çeşidi var. Çox qəşəng, yüngüldür. Bax, kalendul var, xiyarlı var, ramaşkalı var. Hər cür bax bunlar var. Çox qəşəngdir də qızlar, çox yaxşı. Üzü nəmləndirir, yüngüldür, ağır deyil, yapış-yapış hiss vermir üzdə. Qəşəng. Sonra baxın, ay da bu fresh sabunu. Nə vaxtdandır görmürəm bax bunu. Bu sabun. Bu. Mən bunun qoxusunu çox bəyənirəm bu arada. Bundan qəşəng. Nə vaxtdandır? Nə olardı burada elə əyilmişkən o axtardığım Marcellas sabunu da görərdim. Görüm burada duşkelin görsəm Marcellas göstərəcəm. Görüm yoxdur. Buna baxın, alafran o mən istifadə elədiyimdən burada da var. Hətta ağ sabun, qat milk, süd, keçi südlü sabun. Nə maraqlı baxın. Görək nə var başqa. Kameylər düşüb. Kameyin də bir vaxtı vardı. Su götürəcəm. Əslində qızlar yumurta da almalar. Bilməm, yumurtanı buradan alım, evə kimi aparım, yoxsa nə edeyim? Fructis'in bu şampunu var ha. Bunu ilk dəfədir görürəm belə. Mən Fructis'in baxımını istifadə edirəm. Saç üçün olan baxımı çox yaxşıdır o. Kraskalar. Deluxe mən istifadə edim kraskadan, burada da var, amma bu səfər Magicdir, nəsə onu alacağım. Görək o necə olacaq. Və gəlirəm bura. Qızlarım, imanlay, yenə deyirəm, belə butulkalar var, bunlar kəhriz, yəni bunlar yarım litrdir də. Bununla su içəndə gün ərzində baxıram ki, neçə dənə su içmişəm. Ya məsəl üçün de bu Slavyanka götürəcəm elə. Slavyanka bununla, yəni su içmək super də, yəni bir dənə yaxşı təsir göstərir. Mən çox su içirəm belə butulkalarda. Mən suyu daha rahat olur içmək. Bir yumurta neçəyədir? Gəlib də anar marşedə girməmək olmazdı qızlar. Görək nə yenilik var. Yeniliklər o tərəfdədir. Gidək görək nə var təzə. Çörəyi də alıyam. Çörək yoxdur. Nə varıq? Təzə çörək gəlməyib. Buralardan götürərik. Vay, burası sinirmiş. Para baxın. Nə qəşəngdir qızlar bu. Doğrudan bu qəşəngdir ya. Əzdə belədir, bunu da içinə qoyulub, vapşə qəşəngdir. Mən görüm, onu içəyədir ki, belə. Bunun biri 1.80-dir. Bu qap neçəyədir bu yekə? Bu yekə də 8 manata. Bunun içində maraqlı görsənir ha, həqiqətən. Xoşuma gəldi bu belə. Maraqlı. Ayda, bunun silməkləri də pis oldu. Ora baxa bilməyəcəm. Hüssat.
Tutmayayım dayı, əziyyətlər itməsin, siliblər. Söydürməyim səhər tezdən, şehli özümü. Belə. Nəyəcə bu səhər hələ gəlməyib, çörək. Çörək gəlməyib. Neyək? Çörəkdən götürək də o. Bir dənə qoy götürüm. Hələlik. Bir də yumurta götürəcəm. Adi məhəllə marketində qızlar. Bax, burada nə var? Bunu geçen sefer çəkmişdim. Həqiqətən bu tatlıydı, xoşuma gəldi. Təzə nə olursa baxıram da. Yenə. İçdə belə. Fərqli bir şey yoxdur. Bunlar nə maraqlı deyil. Belə. Şükür Allaha. Şükür. Baxın qızlar. Rasimə də yoğurt dökmüşəm belə. Rasim balacə stəkan var. Yoğurt əlavə elədim belə qızlar. Bu belə içməli yoğurtdur. Bunu sağ olsun Yezləm gətirib. Qoy tripodu düzəldim. Düzəltdim. Tripod elə də deyil. Balaca telefon qoymaq üçün şeydir. Hər şey ondan çəkirəm. Yandırdım. Çıxardım yoldaşıma tripod verdim. Göstərmək istəyirəm sənə. Depaviti belə açıram. Belə bir dənə depavit əlavə edirəm buna. Biz bunu həmişə çörəyin içinə töküb yerdik. Bu korona dövründən sonra qızlar həkimlər məsləhət gördülər ki, belə istifadə edirəm. Ondan sonra məncə hamı elə istifadə edir. Mən yoğurtla yeyirəm, qatığa da eləyə bilərsiniz. Yoğurt da dadı bilinmir. Qəşəng qarışdırıram. Və günün 12 kimi də, yəni birinci yarısı. Ac tox məncə fərq eləmir. Mən ac qarnıyam, bu arada içəcəm. Gətirdi stəkanı qoydum. Verim yenə? Aha. Verim? Sevirəm bunu. Rasim hələm şey yiyən deyil. İçən deyil. Bu mənim üçün bir içdir də, yəni içlərdən biridir. Ona görə həmişə sevinirəm elə olanda. Qoy, götür. Ay, soğutmuş olsun. Belə qızlar, qəşəng qarışdırdım. Demək bunu yeyəcəm. Bax, bugün həftənin ikinci gündür. Gələn həftənin ikinci gündə içəcəm. O bir həftənin ikinci gündə, o bir həftəndə 4 dənə, yəni belə flakon içəndən sonra 2 həftə ara verəcəm. Yəni D vitamini qəbulu belə olur. Əslində magnezium sinkdə almağı düşünürəm, içmək istəyirəm. Belə kalsium olan yaxşı vitamin kompleksi əslində içmək lazımdır bəlli yaşdan sonra. D vitamin əksikliğinə böyüklər üçün, kiçiklər üçün yox. Kiçiklər üçün hətta damcı ilə istifadə etmək lazımdır. Belə, indi bunu içəcəm. Ulduz almısan hə Rasim? Buna bax, birinci yumurta çıxır, cücə, toyuq. Aferin. Birinci bunu qazır, birinci qoyur, ikinci qoyur bunu, üçüncü də taxılır. Aferin sənə. Aferin mənim oğlum. Dəstərim yaxşı edir. Yaxşı edirsən, aferin. Nə yemək istəyirsən Rasim? Qaş istəmir. Qaş istəmirsən? Qaş istəyirsən? Spagettilər? Yaxşı. Hə qızlar, hər kəs kimi məddələr. Hər şey var. Yumurta tam bitmişdi. Aldım. 40 dənə yumurta aldım. Yumurta yeyir. Göz pankek planı yeyirəm deyənə uşaqlara.
Yumurta. Daim yumurta. Mamam gələndə bizə mütləq yumurta alıb gətirir bizə. Nəsə lazım deyə soruşur. Demirəm. O da bilir ki, məsələn, nə lazımdır da. Təxmin edir də. Deyir, ev səndə bilirəm nə lazım olur. Belə alır. Yumurtanı mütləq. Aç soydum, aç bunu qoyaq. Mənə baxın. Bürək almışsan anı ya, ay Allah. Ağıllı bala. Qızlar ayrıca yudum və əlavə elədim qazana. İndi su doldururam, qoyacağam qaynamağa. Bir türk bloger xanım var Instagramda, çox bəyənirəm. Yoldaşı üçün yeməklər bişirir hər dəfəsində, maraqlı çəkir, paylaşır. Özü də çox qəşəng, baxımlı bir xanımdır. Profilinin adı yadımda qalmayıb, qalsaydı deyərdim. Nəysə, belə. Onun dünən bir reseptini gördüm. Nəsə xoşuma gəldi. Onu bişirəcəm. Ət yeməyidir. Ətdən hazırlanır deyənə qoyum qəşəng ətim yumşalsın, hazır olsun. Axşam yeməyinə bunu bişirərəm deyə düşünürəm. Özüm də indi görüm nə edirəm, səhər yeməyi hazırlayım, yeyim. Sizin üçün qızlar paylaşmışdım mən qara sabunda bu 72% duru olan. Kameranı düzeldim. Onu paylaşmışdım. Qablarını çok ifadə edirdim. Ama kızlar eksik oldu məndə. Qabları o kadar güzel yumağına. Ama əllərimi çox qurudur da. Yəni aşırı qurudur əllərimi. Ona görə əllərim gördüm qabıq qoyur. Ona görə mən qayıtdım. Yeni İran kirili aldım. 5 litre üstə deyəsən böyüyümdə. Başladım yine ondan. Konusunu kaşasını yiyir. Çayımızı doldurdum, çaydana doldurdum. Qəşəng qaynamağını dursun. Ben çayımızın da yumurtamızın bir çay demleyeyim. Hələ heç sevməmişəm. Bunu biraz koyardım üzümə, yumurta demleyeyim. Yoldaşımız gətirdi imansız paltarlar. Hava dönmüşdü deyənə, hələ bitməyib. Axırıncı bugün demişəm ki, çölbayı fərq et, hər tərəfə asacağım. Tam bitsin, pərdeyi yeşdirləşdirəm. Aycan. Tarığı boşqabını gətir də bir oğlum. Gətir, yox. Gətir, ana yesin. Bu qabları yığmışım. Kızlar, mən dəzgahın üstünə qalıb boşlamıram. Nə varsa yığıram, bunların filansını ki, yiyeyim. Çox adam əlin altını boş saxlayır. Amma mən də dəzgahın üstündə saxlayıram. Bu fincanımı da çok beğeniyorum. Tutko'dan almıştım. Tutko'dan almıştım. Gel bir göstereceğim. Yok. Gel göstereceğim de gözle. Fincandan da hoşum gəlir qızlar. Fincanlarımı verərkən, içində seçim edərkən baxırdım. Bu nə vaxtdan bu 4 günün bir fincandır. 4 gün kirayədə qalanda yoldaşıma aldırmışdım buna. O qədər bəyənmişdim. Rahat çoxdan almışdım buradalarından. Bir an əvvəl eləmişəm. Qaynamamla danışam. Taze nerede? Taze ama. Ay sağ ol. Kaynamamla danışam. Kızlar ona başı Taze, sağlayacağım ki. taze. Fı yok, fı. Taze. Taze. Başa salmışam ki. Taze atadı. Hə də Rasim, hə valla. Aha, ən görəsən. Taze. Kırdalanda köhnə bazarın içində rebus var qızlar. Rebusun içərisində
Çox qəşəng fincanlar olur. Qiymətləri də özü də həqiqətən çox münasib. Dünən Sədrəkdən bir mağaza çıxıb qabağıma. Baxıram Ribusdakı 6-7 manata olan çaşkalar. Orada 14 manata, 17 manatdır. Böyle interesli çaşkalar da, böyle seramik fason. Çox baha. Ev-eşik storda da normaldir, amma yenə də ən ucuzu Ribusdadır. Nəzərinizdə olsun. Kırdalanda köhnə bazarın içində var budur. Həqiqətən çox tərzli, heç yerdə olmayan fincanlar olur orada. Hədiyyəlik falan ola bilər, istəyərsə almaq. Nəzərinizə salın. Mən indi inşallah Kırdalana geçsəm, oranın çizmişini çəkəcəm. Versin içindəki o yeri. Çox vaxt mənə deyirlər ki, çox mağazalara baxırsınız, kızlar həmişə müqayisə edirəm qiymətləri. Yəni təkcə story çəkmirəm və post çəkmirəm. Qiymətləri həmişə müqayisə edirəm və nəyin hardan almağı artıq əzbər yadımda saxlayıram. Bu arada hər özümü çəkəndən sonra çarşıdan sizlə də bölüşüm. 96-300 göstərir. Dünən 96-900 idi. 600 qram dünəndən bu günə arılamışam. Etap-etapda, yəni şinyat falan yeyirəm qızlar, yəni deyirəm və sizə sadəcə yürüyüş edirəm, axşam çalışıram, yeməyim, belə. Çay hər dəfə hazırlayıb, dəmləyəndə bezdirmək istəmirəm. Bilməm, sizlər çay ilə içirsiniz, mən qonşum Nanə, Gövhər deyəsəm, ondan da əlavə edir, çox az var çaya, o da qəşəng qoxu verir. Mən kəşotu çox sevirəm. Naxçıvandan limonlu kəşotu gətirəndə ayda o ləzzətli idi. Bu dəfə da getdim, başıma o qədər şey gəldi ki, orada heç nə düzəməli gətirmədim. Bizimki də Allah eləməsin ki, yarıda. Yəni gətirən deyil o da. Belə. Çay soğuğum bu qaba. Böyük qabım var bir dənə. Ondan buna əlavə edirəm. İstifadə edim çay. Azərçay buketdir. Aydan artıq yerə yurda dökmək. Eş gəlib başının üstündə duracam da, mən eləyətdirəcəm. Sağ olun da, yağış yağda yedik çay tökməkdənsə. Əslində qabım var ya, onu niyə qoymadım, bax görsən. Yadıma indi düşür. Biraz burada çay əlavə edeyim. Əlavə edeyim. Belə. Siz hansı çaydan yazın görüm vlogun aşağısına. Məsləhət nəyə görərsiniz? Biraz melisa atıram. Melisa ümumiyyətlə tək dəmləyib içəndə qədər əsəbi olan adamlara çox xeyir ya, deyim biləsiniz. Biraz da kəkli yuturum. Çayımızı qoyaq dəmə, çıxın paltarlarımı sərim. Təzə dəmləyəm. Fikrim yəni. Təzə dəmlə. Süzək, boğlana. Bana bir şeylər qoyaq. İçsin. Xəstə kimidir biraz. Demək, qızlar, mən həmişə mərcini başqa cür yeyirdim. Bu dəfə necə eləmişəm, yəni türklərdə gördüm bunu da. Reseptlərin hamısına baxıram da uçum. Hansı pratik görsənir gözümə, onu eləməyə çalışıram. Bu dəfə nə eləmişəm? Soğanı, kartofu, biberi, kökü hamısını adi suda qoydum qaynamağa. Qəşəng bunlar başladı qaynamağa. Qaynayandan sonra blender elədim və mərcimi belə əlavə edirəm yuyub içərisinə. Qəşəng. Bunlar hamısı bir yerdə. Duzun, istiyotun, bulyonun, hər bir şeyini əlavə eləmişəm bu arada. Qəşəng belə qaynayacaq. Yoldaşım dediyim kimi qrip kimidir, ona görə ona belə hazırlayıram. Bu da pişsin. Balaca qazanda onun üçün süp eləyirəm.
Ağzını bağlayayım. Böyle bağlayayım, buradan daşar. Yemək qaynasın. Ehtiyac olarsa bir dəfə də blender edərəm. Böyle azmazda mən diri qalmağını daha çox xoşlayıram. Mərcinin. Pişsin, içine limon sıxın verin. Həyatımın kocası içsin onu. Bugün məndən çox istənən kofe dəmləməni paylaşmaq istəyirəm sizlə. İçəcəyimiz fincanla bir soyuq su əlavə edirsiniz cəzvəyə. Daha sonra buradan qəhvəni götürürsünüz. Bu şəklini bir kənardan qoyacağım sizin üçün. Türk qəhvəsi Məhəmməd Əfəndidir. Bir qaşıq mən belə əlavə edirəm. Biraz da hərdən belə üstünə. Məhəmməd Əfəndini əlavə elədiniz. Mən şəkər sevmirəm. Əgər şəkərli sevirsinizsə qəhvəni, elə buradaca üzərinə qəhvə də əlavə, daha sonra şəkər də əlavə edə bilərsiniz. Belə qarışdırıram yaxşıca. Baxın, topak qalmayacaq şəkildə. Qarışdırdıqdan sonra alıram bunu vam odda qazda bişirməyə. Qoyuruq belə qəhvəni bişirməyə başlayırıq. Qazını tezdən yandırdım. Qarışdırıram. Bu arada mən belə burada da biraz qarışdırıram. Bir müddət tam qaynara düşənə kimi qəhvə qarışdırıram. Belə əvvəl belə qarışdırmamışa eləyirdim. Nə olurdu? İçərisində belə un kimi olurdu. Hissələri adamın ağzına dəyirdi. Amma indi eləyirəm. Burada da biraz belə dayanmadan qarışdırıram. Bir müddətdən sonra saxlayacağım əlimi. Əslində qəhvə bişirmək qısa müddətli bir şeydir. Qəhvə həzmi yaxşılaşdırır. Bədəndə artıq suları atılmağa kömək olur. Mən gündə bir dəfə günortaya kimi içirəm. Bəzən olur ki, günortadan sonra da içirəm. Amma çox axşam saatlarında içməməyə özən göstərirəm ki, yuxum qaçmasın. Baxın, artıq fikir verirsiniz, üzü belə köpüklənir. Demək ki, bişməyə başlayır qəhvəmiz. Qoyuruq belə, bişsin. Bişdikcə sizə göstərəcəm etap-etap. Artıq baxın, burada hissələr, köpüklər əmələ gəlməyə başlayıb. İndi birazdan qaynama prosesi başlayacaq. Adi süd necə qaynayır, yavaş-yavaş daşmağa doğru gedir. O cürdür yəni bu qəhvədə burada. Yəni dəmlənmə sürəsi belə olur. Gözləyirik. Bir dəfə də belə qarışdırıram. Baxın, artıq qəhvə bişməyə, daha doğrusu hazır olmağa az qalıb bişməyinə. Orada bişməyinə hazır olmağa az qalıb. Qurduğum cümləyə baxın. Neyse. Kənarlarından yavaş-yavaş belə hiss edəcəksiniz ki, qabarır da qəhvə. Göstəyirik. Cəmi 5-10 dəqiqəyə, 7 dəqiqəyə hazır olan bir şeydir. Mən başın üstündən çəkilmirəm çox vaxt. Çünki çəkilən kimi ömrü boyu daşdırıram. Bu arada sobama fikir verməyin qızlar. Sobam təmizdir, amma yəni modeli budur da belə laklamışam, eləmişəm də üstündən, boyamışam. Ona görə belə görsənir. Baxın, artıq kənarlarından qabarcıqlar əmələ gəlməyə başlayır. O deməkdir ki, qəhvənin dəmlənməyinə çox az qaldı. Gözləyirik, gözləyirik. Prosesi sizə göstərmək üçün YouTube'da uzun versiyasını, Instagram'da qısa versiyasını paylaşacağım inşallah. Məndən YouTube postlarımın altında, yəni vloglarımın altında çox yazıb xanımlar soruşur. Dedim qoy belə, aha, baxın. Yəni dediyim anlıq bir şeydir. Hop, qəhvə hazırdır. Heç gözlətmədən artıq fincanımı alıram. Mən bir nəfərliyi paylaşdım. 2 nəfərlik hazırlayanda xanımlar çalışın. Hop, baxın. Bol köpüklü. 2 nəfərlik eləyəndə biraz stəkanlara əlavə edin üzündə belə. Sonra yəni qəhvənin qalanını əlavə edin. Yəni 2 fincan qoyursunuzsa, 2 nəfərlik dəmləyirsinizsə, biraz buna əlavə edin, biraz buna başından, sonra qəhvələri tökün. Yəni üst köpüyü bərabər şəkildə ikisinə də paylansın. Belə mən gedim nuş eləyim.
Dəsmalları da qızlar çölə sərdim. Gəl, Abbas. Rəsm gəl, Abbas deyirəm. Bir çantanı saxlayayım mən. Yaxşı, gedək. Gəl buradan gedək. Məktəbə gedirik də balam, buradan gedək. Gəl. Bu. Neyniyim bəs? Ver çantanı mən saxlayayım. Ver çantanı saxlayayım. Ver. Ver çantanı saxlayayım gedək. Əlincək. Bunlar qurusun. Axşama biraz nəm qalırlar. Sonra suşulkaya atıram. Sabah olur qupquru. Bura binanın arxa hissəsi qızlar. Hər bir şəhərcikdə demişəm. Bilirsiniz artıq. Gedək. Qəşəng. Məktəbə qoyum. Gəlim evə. Yoldaşım yatıb. Gedim tez gəlim. Burada qəşəng güllər var. Böyüyüb. Bu əmək görməzlərin üzərində mən əsirəm. Heç belə böyümürlər. Həyətdəkilər narahat böyüyür. Gəl Asim, gəl. Belə. Gedim qızlar şeyliyim. Adını siz deyin. Yenə unuttum sözü. Bunu qoyum gəlim. Yeməyimi bişirəcəm. Çalışacağım post edeyim. Instagram üçün yeməyi axşama post edeyim. Elə. Nasıl həm Instagram, həm YouTube o qədər çətin olur hərdən. Gəl, gəl. Rasimi gətirdim. Daha su qoydum məktəbə. Gəlmişəm evə, qızlar. Gedirəm qonşum gələr, bunu aparım verim. Naxçıvandan gətirdiyimdir yoldaşımın. Aparım verim çayla içsinlər. Nuş eləsinlər. Belə. Qonşum belə şeylər xoşlayır mənim kimi. Mən də xoşlayıram. Bu dişlərimə görə indi yeyə bilmirəm. Bir tanesini də ayırmışam. Ayrıca qızlarla bölüşdürəcəm onları da. Qalxım. Gəldim evə qızlar. Axşam yeməyini hazırlamağa başlayıram. Qonşunun payını verdim qızlar. Gəldim evə. Və neynirəm? Axşam yeməyimi artıq hazırlamağa başlayıram. Burada qızlar ətim hazır. Burada da kartofumu qoymuşam, qızardacağım. Dediyim kimi də bir resept paylaşacağım ki, xoşunuz gələcək məncə. Qəşəng qovrulsun, qızarsın. Açıq şəkildə, qapağı açıq şəkildə qızardacağım bunu. Özümə də indi atışdırmağa bir şeylər hazır edəcəm. Belə qızlar, belə qoyun. Siz də baxın, bambaşqa biri. Maraqlı çuvaya oxşuyur. Biraz sormalı. Ne işi varmış orada? Bilmiyorum. Konuşamadık, baygın da adam. Başına bir şey mi gelmiş? Saldırıya mı uğramış? Ya baygın da diyorum. Öldürüyor baygın. Tamam kızım, doktor bir şey demedim yani. Çıkar kimse. Ne tesadüf, Kenan Bey'le buldum. Kenan Bey babamın hayatını kurtardı. Nasıl? Biz aynı zamanda komşuyuz. Ya, bu yüzden tam çıkarken o kadar telaşlı görünce yanına bakmak istemedim. Biraz böyle büyük gelmiş oldu. İşte. Çok teşekkür ederiz Kenan Bey. Evet, ne demek? Soğan soyuyorum. Soğan dilimleri eləyəcəm. Dediyim kimi də həm post çəkirəm, yemək postu, həm də belə. Ay. Ya abi, öldürmedim herifi. Galiba bir de hayatını kurtarmış oldum. Bu adam bize lazım.
Sen ne zaten kaçırıyorsun kamerayı? Ha? Bilerek yaptın değil mi? Evet. Kaçmasana göz yumdum. Nasıl ya? Gerçekten mi? Ekrem'in adamları, siyah araba. Aracın plakasını aldı. Sen şimdi hemen uzaklaş oradan. Anladın mı şimdi ne dediğimi? Ha? Hepsini sadece maşa. İşte bu yüzden öldürmek lazım. Hemen şimdi. Oğlum aklını başına topla ya. Hastanedesin, her tarafta kamera var. Devirme yine. Anladım. Tamam sen de tamam tut ben de. Tamam. Sen şu arabayı aç. Ama lütfen onu da kaçırmayalım olur mu? Gitmez. Tamam. Aradığın numara. Soğanları soydum bu arada. Onun telefonundan konuştu. Anladın Hazırdı. mı? Sen şimdi orada Yuduğumu uzaklaş koymuşam bakalım. bura. Ay kızlar, siz de soğan olanda belə olur. İçləri, bezmişimi də var için küllüğündən. Orada mısın sen? Evet. Sen de öyle mi dikkat edelim diyor. Dikkat edelim işte. Tamam anlaşıldı. Qəşəng bir dənə soğan soyum. İçi çürük. Buna bakın inşallah. Sen de yanına körük tut bari. Kızın gözünde kahraman oldu zaten. Krizi geçirmemiş. Orta derecede dehidrasyon gerçekleşmiş. Yani sinir kaybı. Buna bağlı olarak vücudun elektrolit dengesi biraz bozulmaya başlamış. Allah'tan zamanında Efendim komiser. Sayın Savcım babamız iyi mi? İyi. Odada. Şükür. Geçmiş olsun Sayın Savcım. Bu arada talimatlarınız doğrultusunda şahsın sorgusuna başladık ama konuşmama konusunda biraz geriledim. Talimatınız var mı? Ne demekmiş o ya? Ne demek konuşma? Adam geldi işte. Öyle mi? Bravo. Geldin. Teşekkür ederim ya. Süper. Ne oluyor? Yani işte sana sabahtan beri uğraşamadığı için biraz... Yani tam geldim işte. Nasıl çıktı peki oradan? Ya kaçtım işte kaçtım. Yolunu buldum kaçtım. Bak Necati arıyor. Hoparlörü alıp bari. Bakalım. Kimmiş bunlar? Neyin nesiymiş? Kimin fesiymiş bir öğrenelim. Sonra beni öldürür ya. Cinayete beni de mi ortak edeceksin? Ya Turan, Allah'ını seversen neyin giderini yapıyorsun bana? Zaten çoktan ortak oldun bile. Saçma sapan konuşma. İyi o zaman. Git söyle. Benim oğlum hastadır. İşlediği cinayetlerden haberi bile yoktu. Bunu yapabilir misin? Deniz bırakayım dolaşıp. Ben de geleceğim. Çıldırmak üzere sabahlara kadar uyuyamıyoruz. Benim sürekli Kerem'e her şeyi anlatmaktan bahsedip duruyorum. Sakın böyle bir şey yapmasına izin verme. Sakın. O zaman sen de yan... Olmuş. Ya fazla bizim sana çok ihtiyacımız var. Bizi yalnız bırakmayın. Tamam. Gəlin. Demək qızlar, adı nədir? Abbası götürdüm, Rasimi götürdüm. Gedirəm Zəhranı götürməyə. Hayasızı. Qıdı. Danışdıq indi. Yaşlı qrupdadır burada. Zəhra! Acısıdır. Ah. Demək, qablarını yudum və indi nəhayət ki, televizorun qabağındakı qabları götürmüşəm. Qəttalarımı boşaltdım, konfetləri ayırdım, onları yuyuram. Sabah tekrar Abbasın aksiya aparmayacağım. Abbasın çəkilişi var, mən eləyəcəm inşallah. Görək necə alınır, inşallah yaxşı alınır. Bizim desəm hazırlıqsız bir çəkilişdir mənim üçün. Yəni hazırlıq görməmişəm də heç bir. Ona görə biraz, nə bilim. Yaxşı. Yaxşı verirəm. Hazırlaşmamışam yəni qabaqcadan. Necə oldu ki, başımıza qarışdırdık da. Başıma gəlməyi falan. Ama kimin hesabı? Hayır yox. Apar ver, ata atsın, yesin. Ona görə hazırlıq görməmişəm. Evdəki paltarlarına baxacağım.
Söküb tökəcəm indi birazdan. Bir dənə pankek hazırlayayım. Rasim pankek deyib. Bu arada shortsda yeməyi nəsə etdiyimi bölüşdüm qızlar. İnşallah bəyənərsiniz sizlər də. Uşaqlar çox bəyəndi. Gələn kimi yedizdirdim yeməkləri. Bəyəndilər, maşallah, pis də yedi, yaxşı. Bol-bol yedizdirdim onları. İndi adı nədir? Pankek hazırlayayım. Axşam atıştırmalığı kimi onu da yesinlər. Dəhtanları da yiyəm. Şişələri götürüm ortalıqdan. Ortalık bir açılışsın. İnansız gün ərzində kızlar deyin mehriban, siz bir oturur, incəlsiz, yox, bütün günü ayaq üstəyəm, əldə var da sıfır. Nə mənada əldə var sıfır? Yəni işdə qalmır. Bütün günü yığışdır, bişir, yığışdır, paltar az, nə paltar qutarır, nə qəribə. Mən niyə belə? Həmişə özümdə günah görürəm, deyirəm ki, Allah görəsən, mən nəyi düzgün eləmirəm ki, mənim işim bitmiş. Sonra deyirlər ki, qonşularım falan deyirlər, mehriban biz də eləyik, uşaqlarım balacadır, ona görə bitirmirsən işimi. Nəysə, keçək pankeklərimi, bilinçki də eləyim Rasim bəyimizə. Mən dəqiq ölçü deyə bilməyəcəm, çünki dəqiq ölçü eləmirəm, elə gözə yara artıq necə deyərlər, öyrəşmişəm də eləməyə. Üstücə sağlıq, canımızdan uzaq, biraz yorulmuşam. Nasıl yorulduğum da indi çatır mənə. Hərdən 2 yumurtadan eləyəcəm, bu səfər 3 eləyəcəm, deyirəm birdən yoldaşım da yeyər. Ona görə 3 eləyəcəm. Siz də mənim üçün bilmirəm, iş görəndə 10 dəfə əl yuyursunuz ya yox. Valla mən yuyuram, nə yalan deyim. Biraz duz. İndi pankeki eləyəcəm, bir sürü dəfə pankek də çacaq. Biraz şirin eləyirəm. Onu deyim ki, uşaqlar şeydən çox, pankekdən çox bilinçik bəyəndilər Rasim əsasda. Ayda çaşdım, qabartmanı töktüm. Heç nə olmaz da, qabartmanı da yedim. Sonra vanilya töküb, biraz qarışdırıb, sonra qabartma əlavə edirəm. Çaşdım sonra. Çənəm qızışdısa, hamısı yadımdan çıxır. Duru yağını da əlavə edeyim. Mən biraz qaynamış su, biraz da süt əlavə edirəm. Sudan da təkcə eləmək olur, amma çox adam edir sudan da. Dediyim kimi gözə yarı. Yəni sığır bir ölçü yoxdur. Artıq rəngindən falan adam tuzdura bilir. İyilə. Böyle. Bunu da dediğim kimi göz yağı əlavə edirəm. Qızlar gecə şabaldı. Hansı ki Arazdan aldığım şabaldı. Nəhayət ki
duş aldım, qəşəng saçlarımı maska elədim. Yenə maska etabını sizlə paylaşa bilmədim. Çünki o qədər tələsik edirəm o etabları. Nəysə, ev yox. Bir vlogumda mütləq o barədə ətraflı sizinlə paylaşım edəcəm. Nəysə, şabalıqları təmizlədim. Bir üzlərini belə qoymuşam dəmirin üstündə. Qəşəng pişsin. Sonra da sobanı yığışdıracağım. Sobanı gündədir. Dedim bu işdə qutarsın. Əslində biraz qabımda var. İnanın, amma bugün bütün günü üst-üzə salaq. Ayaq üstü olmuşam. Canımızdan uzaq. O qədər yorulmuşam. Yəni dəhşətdə və öz-özümə hirslənirəm ki, bu qədər iş görmüşəm. Yenə də təmizlik elə bir şey deyib qutara bilməm. Ya bilməm hamımız evdəyik, ona görə mi, nədir bilmirəm.